mis bir ayın içinde bu güzellikleri yaradım. 7 günə. 7 güne. Ki bundan 4 dənə də əslində. İkisini gətirmişəm. Birini 7 güne eləmişəm. Yox, hamısını bir yerdə 7 günə eləmişəm. O 4 dənənin hamısını 7 güne. Aha. Ay maşallah. Arada Ayaz gəlib qayçılayıb bir iki yeri kömək eləyib. Bizim görüntülerimiz var. Gəlin baxaq o görüntüləri. Mənə çox maraqlı gəldi. Çünki mən çox sevirəm dekor dizayn işlərini. Və mən kağızlardan düzəldirəm qızımla balaca amma buket düzəldirik. Bu Amma bunlar Fameran kağızlarıdır. Sırf bunun üçün də maçalkaya oxşuyur. Aha, Onu isidib sırf bu şey... Hardan öyrənmisən hispəsini? YouTube'da baxıram. YouTube'da Hə, YouTube'da baxdım elədim. Çox gözəldir. Əslində istəyirdim mən, məsəl üçün, bir harasa gedəndə bir konsept olsun, başa düşürsünüz. Bir şey gələndə bilsinlər ki, aha, his gəlir. Aha, güllər gələndə deyəcəklər ki, aha, o his gəlir. Ay, nə gözəl. Mən əslində düşündüm ki, hissin yeni mahnısı var. Və eksklüziv olaraq dedim, yəqin güllərlə yaz gəlir, gül çiçək belə bağlıdır. Ona görə düşündüm ki, yəqin bu onun bir tanıtım tərzidir. Amma mənə dedilər uşaqlar ki, yox Hüsayla xanım, özü hazırlayır. Dedim, doğrudan nə danışırsın? Nə qədər maraqlı gəldi mənə.